Deməli uşaqlar, bu gün sizə amerikanonun hazırlanması barəsində məlumat verəcəm. Proses necə olacaq? Deməli, əvvəlcə espressomuzu üyüdürük, çəkirdəyimizi. Ondan sonra holderimizi əlavə edirik. Holder bağlanır, süzülür espressomuz. Espresso süzüldükdən sonra üzərinə isti su əlavə edirik. Amerikanonun hazırlanmağı bu qədər sadədir. Mən Cəfər Məhəmməd peşə təmayüllü siniflərdə restorant, servis və barista üzrə təhsil alıram. Burada fərqli kofelər hazırlamağı öyrənəm, kofe çəkilişlərini öyrənəm hazırlamağı. Təcrübə səfərlərində bizə kofenin hazırlanma saniyəsini, hər kofenin özünə uyğun saniyələr olur. Elə kofe var məsələn südsüz, elə kofe var südlə hazırlanır. Bu sahəyə marağım var və gələcəkdə də bu sahəni davam etdirməyə marağım var. Bizdə keçən ildən başlayıb ixtisas, əvvəlcə 11-ci sinifləri oldu. Artıq bu ildən, bu dərs ilindən 2 sinif olaraq, 10-cu və 11-ci siniflər olaraq 2 sinifim var. Və ümumiyyətlə uşaqlara burada nələr öyrədilir? Biz burada uşaqlara həm restoran servisini, həm ofisiantlığı, həm ümumiyyətlə restoranın daxili, restoranın quruluşu, ondan sonra iş strukturları, işlər necə gedir restoranla, onları bundan əlavə də baristalıq öyrədirik. Baristalıq da dediyim kimi kofe və kofe üzrə mütəxəssisdir. Kofenin çəkirdək növlərini, kofenin hazırlanma qaydalarını, birinci nəsil kofeləri, ikinci nəsil kofeləri, üçüncü nəsil kofeləri. Yəni bizdə bu layihədə təhsil alan uşaqlar artıq layihəni bitirdikdə bir növ artıq peşəkar barista səviyyəsində işləməyə hazır olurlar. Uşaqlarımız bizim məktəbdə gördüyümüz qədərilə can atırlar dərsə qoşulmaq üçün. Çünki həm özləri hazırlayırlar, həm özləri içirlər. Bundan onun xoşlarına gəlir artıq. Ona görə meyl daha çoxdur.